Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncə şəhərində mənzildə partlayış olub. Xəbər verilir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə qaz balonu partlaması nəticəsində 30 yaşlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanalardan birinin yerləşdirilib. Vəziyyəti orta ağırdır. Sumqayıtda meyidi tapılan gənc oğlanın intihar etdiyi məlum olub. Hadisə bulvar ərazisində qeydə alınıb. 26 yaşlı Şəmşir Akifoğlu Məhsizadə özünü dənizə ataraq canına qəsd edib. Onun meyidi sudan çıxarılaraq adəti üzrə təhvil verilib. Araşdırma aparılır. Yaxınlarından səbir diləyirik.